Həqiqətən də qorxulu deyil panik atak. İnsana elə gəlir ki, panik atak olan insana elə gəlir ki, hər şeyin sonudur və artıq həmin anda o öləcək. Gözünə heç nə görsənmir. Ürəyi çox döyünür, ürəyi bulanır bəzən, dizləri əsir, həyatın sonu gəlmiş kimi hiss eləyir, özünü pis hiss edir. Hətta ona elə gələ bilər ki, bu dəqiqə ürəyi gedəcək. Lakin əslində fiziki olaraq heç bir problem yoxdur və hər şey beynin içindədir. Və beynin içində hər şeyin sadəcə bir qorxu nəticəsində olduğunu başa düşməklə onun öhdəsindən gəlmək olar. Amma bunu eləmək xəstəyə çox vaxt çətin olur. Və müəyyən stres faktorlarının təsiri altında, müəyyən tətikləyici faktorların təsiri altında insan bu vəziyyətə düşür